Peyğəmbərimizin Ramazanı. Bəzən sual verirlər ki, Peyğəmbər Ramazan ayını necə keçirərdi? İnanın ki, fərqli Ramazan yaşamazdı bizim Peyğəmbərimiz. Eyni ilə bugün biz necə oruç tuturuqsa, hansı duaları ediriksə, hansı əməlləri işləyiriksə, hansı ibadətlərə üz tuturuqsa, Peyğəmbər də o cür hərəkət eləyərdi. Amma Peyğəmbəri bizdən fərqləndirən bir xüsusiyyət vardı. Ramazan Peyğəmbərin nəzərində forma deyildi, məzmun idi. Peyğəmbər Ramazanda ixlaslı idi. Peyğəmbər Ramazanda səmimi idi. Peyğəmbər Ramazanda mülayim idi. Peyğəmbər Ramazanda əl açıq idi. Peyğəmbər Ramazanda təşviq edici idi. Məhz bu xüsusiyyətlərinə görə Peyğəmbərin Ramazanı başqalarının Ramazanından seçilirdi. Peyğəmbərimiz istəyirdi ki, Ramazan səhabələrinə təsir göstərsin. Əlbəttə, ibadət formal icra olunduqda insana təsir göstərmir. Amma ibadətin ruhuna inə bilsək, ibadətin mahiyyətini başa düşsək, ibadəti həyatımıza daxil etsək, onda bu ibadət bizə təsir göstərir və biz dəyişilməyə başlayırıq. Peyğəmbərimiz Ramazanına sahurla başlayardı, o başlanlıqla başlayardı və müsəlmanları da bu işə təşviq edərdi. Deyirdi, o başlanlığa qalxın, çünki o başlanlıqda bərəkət vardır. Peyğəmbərimiz ibadətlərinə xüsusi diqqət yetirirdi. Peyğəmbərimiz xüsusən Ramazan ayının son 10 günündə etikafa çəkilərdi. Etikaf ayrıca bir məkanda insanın özünü bütünlükdə Allaha həsr etməsidir. İbadətdir etikaf. Bizim Peyğəmbərimiz müsəlmanları yaxşı işlər görməyə, özü də Ramazan ayında yaxşı işlər görməyə təşviq edirdi. Və deyirdi ki, oruç tutanlara iftar verin. Səhabələr şikayətlənirdilər ki, ey Allahın elçisi, kasıbıq, imkanımız yoxdur. Və Peyğəmbərimiz deyirdi ki, su ilə, xurma ilə, bir stəkan südlə başqalarına, müsəlmanlara iftar verin. Yəni, əsas budur ki, bu savabda iştirak edin. Peyğəmbərimiz Ramazanda özünü dünyadan təcrid etməzdi. O, ibadətə özünü əsr etdiyi kimi, başqa dünya işlərinə də özünü əsr edərdi. Peyğəmbər özünü təcrid etməmişdi Ramazanda. Peyğəmbərimiz Ramazanda xüsusən əl açıq olardı. Əlbəttə, Peyğəmbərimiz əl açıqdır, amma Ramazan gəldiyində o, cömərdliyində küləyi belə geridə buraxırdı, obrazlı ifadə ilə desək. Yəni, Peyğəmbərimiz üçün Ramazan orucu insanın daxilinə yönəlmiş ibadətdən daha çox, başqalarına münasibətinə yansımış, başqalarına münasibətdə təzahür etmiş ibadətidir. Peyğəmbər hiss elətdirirdi ki, Ramazan gəlib. Ona görə biz dedik ki, Peyğəmbər Ramazan gəldiyində Ramazanını mülayimliyi ilə, əl açıqlığı ilə, səxavəti ilə, səbri ilə göstərirdi başqalarına. Peyğəmbər sayağı Ramazan ayını keçirmək diləyilə. Allah əmanət olun.